Salam hər kəsə, hər vaxtınız xeyir olsun. Mən sizə bir neçə gün bundan əvvəl bir neçə sual paylaşmışdım ki, Word-lə bağlı bunlar imtahandan düşə bilər. Mütləq ki, bunları işləmədən imtahana getməyin, qəbula getməyin və bu gün həmin o sualların izahını sizə çəkəcəm. Səsim biraz yorğun ola bilər, üzr istəyərsiniz. Deməli, ilk olaraq başlayaq 40-cı sualla. Deyir ki, mətin redaktorunda 4 abzasdan ibarət mətin var. Metin redaktorunda 4 abzasdan ibarət mətin var. Sonuncu abzasdan başqa hər abzas üçün növbə ilə aşağıdakı əməliyyatlar icra olunur. Sonuncu abzasdan başqa hər abzas üçün növbə ilə aşağıdakı əməliyyatlar, yəni ki, bu əməliyyatlar icra olunur. Gəlin biz 4 dənə abzasımızı burada yerləşdirək. Birinci, ikinci, üçüncü abzas və dördüncü abzas. Bizə deyir ki, sonuncu abzasdan başqa hər abzas üçün növbə ilə aşağıdakı əməliyyatlar icra edilir. Və qeyd edim ki, bu DİM-in abituriyentlər üçün olan test toplusunun sualıdır. Yəni sizə də düşmə ehtimalı var magistrlara da, hətta dövlət qulluğuna da. Gənclər, mən 4-cü abzası, sonuncu abzası ayırdım. Buradakı ilk 3 abzas üçün bu əməliyyatları tətbiq edəcəm. Gənclər, gəlin biz bunu uzatmayaq. Məsələn, bir abzas üçün bu əməliyyatları tətbiq edək. Daha sonra əgər bizim əlimizdə 3 dənə abzas varsa, həmin o tətbiq etdiyimiz sayı 3-ə vuraq və artıq nəticədə 3 üçün də bu əməliyyatı icra etmiş olaq. Bizə deyir ki, birinci abzas seçilir. Birinci abzası seçdik. Tutaq ki, biz birinci abzası seçdik. Və Ctrl-C əmrləri icra olunur. Bu da bizim olsun mübadilə buferimiz. Biz bilirik ki, mübadilə buferinə əgər biz Ctrl-C etmişiksə, mübadilə buferinə birinci abzası yerləşəcək. Həm olduğu yerdə qalır, həm də ki, mübadilə buferinə yerləşir. Kopyasını götürürük biz onun sanki. Üçüncü, kursor abzasının sonuna qoyulur. Baxın, kursoru gətirək, yerləşdirək abzasının sonuna. Yəni, bu birinci abzasının sonuna. Sonra Enter düyməsini sıxaq. Baxın, Enter bilirsiniz ki, yeni abzas yaradır. Yəni, artıq olacaq 1, sonra növbəti bir dənə abzas yaranacaq, sonra olacaq 2 və 3. Və bizə deyir ki, Ctrl-V düyməsi sıxılır. Ctrl-V də odur ki, biz bilirik ki, mübadilə buferində olan elementi yerləşdirir kursorun durduğu yerə. Yəni, bura artıq 1 yapışacaq. Sonra deyir ki, bir dənə də Enter. Enter o deməkdir ki, hətta bir bura yapışacaq. Aha. Enter o deməkdir ki, kursor yenə növbəti bir abzas yaradır və yenə də Ctrl-V desək, artıq mübadilə buferində olan bir abzası yapışır bura və beləliklə biz ekranda 3 dənə bir abzasını görürük. Baxın, bir də bunun üstündən keçim, indi praktiki olaraq da göstərəcəm sizə. Bizim 3 dənə abzasımız var, daha doğrusu 4 dənə abzasımız var. Üçünə bu əməliyyatları icra edirik. Birinci abzası seçirik. Ctrl-C deyirik. Ctrl-C dediksə, o həm olduğu yerdə qalır, həm mübadilə buferinə düşür. Sonra kursoru abzasın sonuna gətiririk. Kursor gəldi abzasın sonuna. Enter düyməsini sıxırıqsa, artıq Enter yeni abzas yaradır. Deməli, kursor düşür aşağı, sonra olur 2, 3, 1, 2, 3. Ctrl-V deyiriksə, mətin yapışır kursorun olduğu yerə, yəni birinci abzas yapışır kursorun olduğu yerə. Bir dəfə də Enter deyiriksə, artıq Enter yenə növbəti abzası yaradır. Enter yeni bir abzas yaratdı. Və yenə Ctrl-V deyiriksə, həmin o olan hissiyədə, kursorun olduğu hissiyədə yenə birinci abzas yapışdı. Yəni, nəticədə biz bu qədər əməliyyatı icra etdik və biri əvvəldən var idi, 2 dəfə də Ctrl-V demişiksə, baxın, Ctrl-C demişiksə, o birinci qalır yerində. 2 dəfə də Ctrl-V demişiksə, həmin o birinci abzas 2 dəfə yapışır. Və nəticədə bizim birinci abzasımızdan 3 ədəd olur. Birinci abzasdan 3 ədəd olur. Və təbii ki, mən bunu 2-yə də, 3-ə də, yəni ikinci və üçüncü abzası tətbiq etsəm, yəni onların da hər birindən 2 dənə olacaq. Aydındır? Bunun mahiyyətinə ilk olaraq tutun. İndi istəyirsə, gəlin bunu Word-də mən sizə göstərim. Həqiqətən də necə olacaq bu? Baxın, gəlin biz 4 dənə abzas yaradaq burada. 1, 2, 3 və 4. Aha, bunların ölçüsünü biraz artırım mən sizin üçün. Siz bunu yaxşı görün. Bunları biraz qalınlaşdıraq. 2 saniyə. Həm də ölçüsünü də böyüdək. Baxın, bizə demişdi ki, birinci abzas seçilir və Ctrl-C düymələri kombinasiyası çıxılır.
Baxın, bunu yerləşdirdik hara? Mübadilə buferinə, düzdürmü? Sonra, deməli, bizə dedi ki, kursor gətirilir abzasın sonuna, yəni bu birinci abzasın sonuna və təbii ki, Ctrl V, yox, dedi ki, birinci Enter. Hə, Enteri sıxaq. Enter yeni abzas yaratdı. Sonra bizə deyir ki, Ctrl V icra olunur. Ctrl V-də bilirsiniz də paste əmridir və buferdə olan bu birinci abzası yapışdıracaq kursorun durduğu yerə. Dedi ki, yenə Enter düyməsi sıxılır. Əslində sıxmağa heç ehtiyac da yoxdur. Çünki zaten demək olar ki, yaradandan sonra düşür aşağı. Amma yenə də Enter düyməsini sıxaq və yenə Ctrl V-ni icra edirik. Ctrl V-ni icra ediriksə, təbii ki, birinci abzas buradaydı və o yapışacaq artıq bura. Və Ctrl C etdiyimiz üçün birinci abzas olduğu kimi yerində qalıb buferə düşmüşdü. 2 dəfə də Ctrl V etdiyimiz üçün isə birinci abzas yapışdı 2 dəfə bura. Yəni, nəticədə birinci abzasdan 3 ədəd oldu. İndi bu əməliyyatlar təbii ki, digər abzaslara da tətbiq olunursa, deməli, hər abzasdan bizim əlimizdə 3 dənə olacaq. İlk 3 abzasdan hərəsindən 3 dənə olacaq. Yəni, baxın, birinci abzasdan da 3 dənə, ikinci abzasdan da 3 dənə və üçüncü abzasdan da 3 dənə. Hələ ki, bu qalsın əlimizdə. Sonra, sonuncu abzas üçün isə bu əməliyyat icra olunub. Bu nədir, baxın? Deməli, ilk olaraq bizdə birinci deyir ki, abzas seçilir. Yəni, 4-cü abzası seçdik. Sonra Ctrl C. Yəni, artıq gəldi, düşdü mübadilə buferinə 4-cü abzas. Düzdürmü? Deyir, kursor abzasın sonuna qoyulur. Gətirdik burada abzasın sonuna. Enter düyməsi sıxılır. Enter düyməsi odur ki, keç yeni abzas yarat. Aha, yaratdıq. Sonra Ctrl V. Baxın, Ctrl V dediksə, mübadilə buferində sonuncu dəfə 4-cü abzas yerləşdirilmişdi. Ctrl V bilirsiniz də, paste mübadilə buferində olan elementi kursorun durduğu yerə yapışdırır və 4-cü abzas artıq yapışmış oldu ora. Bundan sonra mətin redaktorunda neçə abzas var? Baxın, biz görürük ki, sonuncu abzasdan, 4-cü abzasdan 2 ədəddir. Bunların hər birindən isə 3 ədəddir. Yəni, burada heç yazmadan da tapa bilərdiniz. Əgər bir dənə Ctrl C, 2 dənə Ctrl V varsa, yəni əvvəlki qalır yerində, bir də 2 dəfə yapışır, hərəsindən 3 ədəd olur. Burada da bir dənə Ctrl C sonuncuda, bir dənə Ctrl C, bir dənə Ctrl V varsa, bu deməkdir ki, bir sonuncu abzasın özü olacaq, qalacaq yerində. Bir də onu bir dəfə yapışdırırıq Ctrl V ilə, sonuncu abzasdan da 2 ədəd olacaq. Ümid edirəm ki, aydındır. Maksimum çalışdım ki, ətraflı və geniş izah edim. Deməli, 3 dənə burada, 3 dənə burada, 3 dənə burada. 3 dəfə 3 bizə verəcək nə? 9. 2 dənə də sonuncu abzasdan əlimizdə var. 9 plus 2, sualın doğru cavabı 11. Yəni, bu əməliyyatlardan sonra mətin redaktorunda 11 dənə abzas olmuş olacaq. Sualın doğru cavabı 11. Dediyim kimi, bu sual abituriyentlərin informatikadan test toplusunun kitabındadır, dildə. Amma sizə də imtahanda düşə bilər. Bax belə.